Universitetdə tələbə olanda yarım gün idman malları satılan bir mağazada işləyirdim. Kiçik bir oğlan uşağı həftədə ən azı 2-3 dəfə gəlir və almaq istədiyi basketbol topuna baxıb gedirdi. Mən də müdirimlə onun bu hərəkətini gülürdük. Çünki mağazadakı ən bahalı basketbol topunu almaq istəyirdi. Ancaq bütün bunlara baxmayaraq, deyəsən o bu qərarında ciddi idi. Bu hadisə demək olar ki, bir neçə ay davam etdi. Hər dəfə uşaq mağazaya gəlir və basketbol topunun satılmadığını görəndə sevinirdi. Nəhayət bir gün uşaq mağazaya bir ayaqqabı qutusu ilə gəldi. Üzündə böyük bir təbəssüm basketbol topunu almaq istədiyini bildirirdi. Müdirim topu yerindən götürdü və asta addımlarla kassaya doğru apardı. Uşaq o vaxt ayaqqabı qutusundakı pulları sayırdı. Uşağın cəmi $9.99 pulu var idi. Görünür, uşaq topun üzərindəki rəqəmlər səhv oxumuşdu. Müdirim mənə baxıb gülümsədikdən sonra uşağın pullarını diqqətlə saydı və ona düzdür, tam $9.99 dedi. Sonra da topu bir torbaya qoyub uşağa uzatdı. Uşaq mağazadan çıxandan sonra müdirimdən niyə belə etdiyini soruşdum. O isə mənə, oğlum, mən bu $60 bəlkə başqa bir yerdən ala bilərəm. Ancaq bu uşağın sevincini heç bir yerdən ala bilmərəm deyə cavab verdi.